Mən doktor androloq Elgün Hacıyev YouTube səhifəmə xoş gəlmisiniz. Bugünkü mövzumuz bəylərin qorxulu rüyası, istənməyən cinsi infeksiya HPV, yəni Human Papilloma virusu. Bu ziyillərimiz, genital ziyillər bizim başımıza bəladır. Yəni cinsi aktiv bəylərin demək olar ki, çoxunda biz genital ziyillərə, ət xallarına rast gəlirik. Yəni əgər bir səhər oyanmışsınız və artıq orada bir ət xal müşahidə edirsinizsə, böyük ehtimal bir cinsi yolla keçən HPV-yə bulaşmısınız. HPV niyə bu qədər çoxdur? Virus olduğu üçün herpes simplex kimi prezervativ bir kömək olmur. Dəri-dəridən, yəni dəri kontaktı ilə bizlərə keçir və öz partnyorumuza da eyni şəkildə qorunsaq belə bulaşdıra bilirik. Kişilər bundan çox qorxmalıdırmı? Əslində yox. Kişilərdə daha çox estetik problemlərə səbəb olur. Yəni orada bir zil çıxa bilir, qaşındıra bilir. Amma əsas problem bizim xanımlarımızda başlayır. Bildiyimiz kimi HPV-nin təqribən 100-ə yaxın alt tipi var və bu alt tipləri öz aralarında aqressiv olan, yəni yüksək onkolojik, yəni xərçəngi səbəb olan, xərçəngi səbəb olmayan deyə iki yerə bölə bilirik. Bu aqressiv olmayanlar daha çox dediyim kimi zillərə səbəb ola bilir. Yəni mütləq zil etməlidirmi? Kəsinliklə yox. İmmunitetiniz güclüdürsə, özünüzə yaxşı baxırsınızsa, idmanınızla məşğul olursunuzsa, immunitetiniz müəyyən qədər bu HPV virusunu bir dəri altında bunu saxlaya bilir. Yəni üzə bu virus çıxmır. Amma ki, elə ki, immunitetiniz zəifləyir, artıq HPV yerdən çıxan göbələklər kimi artıq dəridən baş qaldıra bilir. Bu xanımlarda onkolojik xərçəngi səbəb ola bilir, bildiyimiz kimi. Yəni, ana rəhmi ağzı xərçənginin 99%-i HPV-yə bağlıdır. Bəs bəylər vicdan əzabından ölməliyik kimi? Kəsinliklə yox. Əgər biz düşünürüksə ki, bizdə HPV var, mütləq dərəcədə bir androloqa müraciət etməliyik. İlk ağlımıza gələn şey bu HPV-ni yandırmaqdır. Biz yandıraraq bu HPV-ni yox eləyə bilirik. İkincisi isə, əgər evli deyilsinizsə, ağlınızın bir tərəfində qalmalıdır ki, mən gələcəkdə öz yoldaşımı evlənmədən qabaq, yəni cinsi münasibətə girmədən qabaq peyvəndləməliyəm. Yəni bildiyimiz kimi bu HPV-nin bir peyvəndi var. Avropada artıq 13 yaşından sonra bütün qızlara və oğlanlara bu peyvənd vurulur. Biz gələcəkdəki həyat yoldaşımızı peyvəndləyərək bu virusun ona keçməsinin də qarşısını ala bilirik. Əgər siz özünüzdə HPV virusundan şübhələnirsinizsə, bir androloqa yaxınlaşaraq öz məsləhətlərinizi alaraq siz həm özünüzü, həm də ki, partnyorunuzu bu virusdan və bu virusun yarada biləcəyi fəsadlardan qoruya bilərsiniz. Kanalıma abunə olmağı unutmayın. Sizə maraqlı olan sualları rəy bölməsində bildirə bilərsiniz.